Qəpiyi tapdım. Salam, videoma ve kanalıma hoş gelmişsiniz. Bir tane kitabım yoktu yanımda, her neyse. Bu günlərim sizinlə həm üzümə baxım eləyəcəm, həm də sizinlə biraz söhbət eləyəcəyik. Demək istəyirəm ki, bu aralar zaten biraz modum yox idi, niyəsə. Hətta bu günlərim evə gələndə də modum o değildi. Yəni özümü çox da yaxşı hiss eləmirdim. Amma gəldim, duş qəbul elədim və duş qəbul elədikdən sonra mən bir dənə böyle pozitif enerji geldi. Bilmirəm niyə. Ondan çıxandan sonra o qədər mən bir pozitif geldi ki mənə. Böyle mahnı qoşub oynadım da, yəni özümə. Çox şey oldum, yəni böyle refresh getdi məndə nəsə. Keçə bilərik artıq əsas məsələmizə. Qəpiyi tapdım. Bir stüardessalar məni bu halımla görmüşdü. Bir de evdəkiler. İndi bu videonu izleyenler. Yani benim canım biricik izleyicilerim. İngilis dilində bir cümlə var. Never say never. Yani heç vaxt demə. Bizim de hal-hazırdaki mövzumuz odur. Heç vaxt demə. Yani həqiqətən bunun yaşamış biri olarak heç vaxt demə. Yani bu odur ki, həqiqətən nə vaxt desəm o olur. Bir dəfə yaşamışam, bir mövzu var idi və mən buna heç vaxt elə eləmərəm də dedim. Bir də yargılayaraq dedim burada. Əslində mən çox yargılayan biri deyiləm, yəni həqiqətən deyirəm, amma o mövzuda çox qəşəng yargıladım və yaşandı. Çox təəssüflər olsun ki, yaşandı. Amma yəni okey, biraz peşman olmuşdum, amma tabii peşmançılığın şeyini çəkdim də, yəni necə deyirlər, öyrəndim və heç vaxt demədim. Və bu günə qədər, bu aylara qədər bu cümləni istifadə eləmirdim. Çünki artıq gözüm çox qorxmuşdu. Yəni bəlkə də desəz ki, hətta qorxduğum bir söz, yenə də o heç vaxt sözünü deyərdim də ki, heç vaxt demə. Həqiqətən nə vaxt nəyə desəm inana bilməzsiniz ki, olur da yəni. Bu aralar yenə beynimdə, hətta dilə gətirmirəm artıq. Sadəcə beynimdə, sanki ürəyimdə bir şey fikirləşirəm. Və dedim ki, heç vaxt da, yani o olmaz da, onu eləmərəm, elə bir şey hiss etmərəm və ya nə bilim, elə bir şey olmaz. Belə ürəyimdən keçdi. Sadəcə baxın, içimdən keçdi. Yəni mən nəsə belə kimlənsə söhbət edəndə bunun mövzusunu açım. Yox, sadəcə elə belə, yəni beynimdə fikirləşərkən bunu dedim. Təəssüflər olsun ki, beynimdə fikirləşdim və bu yenə biraz yaşandı. Biraz yaşandı dərkən, yəni biraz yaşanıb, yəni hal-hazırdakı durumdu deyəm, amma bunu tam açıqlaya bilmirəm, çünki özüm də bilmirəm. Amma yəni yenə də yəni fakt olaraq oldu mu, olur mu? Olur, yəni nisbətən. Və bu çox pis haldır. Yəni bilirsiniz necə pis haldır? Yəni nə heç vaxt, yəni belə də, yəni deyirəm o olur. Yəni o zaman baxış açımı dəyişəcəm. Deyəcəm ki, mən heç vaxt xarici ölkələrdə bol alış-veriş eləməyəcəm. Mən belə mi deyim artıq, baxış açımı mı dəyişim bilmirəm. Neyse, bu arada məndə qızlar, bilmirəm sizdə də olur ya yox. Məndə çox bəzən ağzım fal olur. Yəni inanırsınız, bir sözü deyirəm, həmin momenti olur, bu dəfələrlə yaşanıb. Yəni ona görə də mən bəzən deyirəm ki, ağzımı xeyrə açım. Nə olar, ağzını xeyrə aç. Əgər pis söz demək də istəyəndə özünə pozitiv cümlələr istifadə edir ki, bəlkə biri tutdu. Neysə ki, burada bunu demək istəyirəm ki, heç vaxt cümləsini istifadə eləməyin. Yəni heç vaxt mən bunu eləmərəm. Heç vaxt həqiqətən yaşanır. Yəni həqiqətən olur bu. Qorxuram və istifadə eləməməyə cəhd göstərirəm, çalışıram. Unutmamağa artıq yadıma salacağım ki, yəni mən bunu yargılayaraq bunu deməyim. Yoxsa bu mənim başıma gələcək. Bu çox pis bir haldır. Hər neysə qızlar, mən də gedim kremimi vurum, saçımı qurudum və sair. Bu arada bu aralar nəsə piercing istəyirəm. Amma qulağım çox həssas olduğundan
təəssüflər olsun ki, hava soyuqdur, indi eləməyəcəm. Yaz aylarında inşallah. Özünüzə yaxşı baxın. Öpürəm. Gələcək bölümlərdə görüşənədək.